Azərbaycan Milli Hərəkatı 29 bəhməndə hələ o zaman Azərbaycan Milli Hərəkatı adlandırılmasaydı da millətimiz diktatörlük qarşısında gücün göstərib. Cumhurbaşqanlığı vaxtında bir xurdatda Azərbaycan Milli Hərəkatı adı ilə bu hərəkat özünü göstərib. Haray mən Türkəm deyərək silahlı məsələlərin qabağında bir sillə bir güllə ilə meydanı buraxmayıb. Aynı hərəkat rejim stratejilərini dəyişdi milli hərəkatla bağlı, yönünü dəyişdi. Milli hərəkatın paltarını giyməyi seçdi ki, Pezişyan vasitəsilə milli hərəkatın istəklərini uğurlasın və hərəkatın yönünü dəyişdirsin ki, onunla bağlı hərəkata sahib çıxsın, öz tabanını böyüsün. Bunların hamısını gördük. İndi hakimiyyət öz çıxarlarını qabağa apardı və bu tərəfdən də Azərbaycan Milli Hərəkatı öz mənfəətini qabağa apardı. Yəni iki fərqində həm hakimiyyət çalışdı ki, öz imkanatı ilə Ələviçilik, küçük məsələsini ortaya qoymaqlıqla və bir bölüm içində də Pezişyanın tabanını yoxunda bu fürsətdən kullanıb və çalışır ki, milli hərəkətə qatılıb və milli hərəkətin istəklərini iki fərqində qabağa apardılar. Yəni bu şərait əl-ələ verdi. Amma məncə bu hərəkət ki oldu, Azərbaycan Milli Hərəkatının hərəkəti idi. Niyə? Sloganlar, bozqurd əlaməti və eyni halda orada olan qadın başı açıq, cavanların olması, aynı traktorda deyən şuarlar, sloganlar, bu hamısı birlikdə bir şey göstərirdi. Ki, bu Cumhurbaşqanlığının hərəkəti deyil. Bu bizim hərəkətdir. Amma etnikdir, topraqdır, dildir, vətəndir. Amma bu ki, siyasətə çevrilib, yox, çevrilməyib. Bir xurdatda qalıb, bir xurdadı ikinci aşamaya çevirə bilməmişik. Başarısız olmuşuq. İndi isə zaman yetişib ona. İndi bir şərait yaranıbdır. Mərkəz zəifləşməyə gedir. Silahlı qüvvələr zəifləşir, güvənlik qüvvələri zəifləşir. Hakimiyyət biabır hala düşür və bu dərinləşəcəkdir. Cəmaatın xiyabana gəlmək bəklentisi var. Bu şəraitdə biz gərək daha artıq çalışaq ki, cəmaatımızı o imkanatı rejimin içindən çıxardıb və xiyabana gətirməkliyi ilə başarılı ortaya qoyaq. İndi burada belə yanaşma ki, topraklarımızla bağlı Güney Azərbaycanda öz dövlətimizi, məhəllələrimizi yəni ələ almaqlıqda kimsənin problemi yox. Çünki bizim o Təbrizdə, Urmuda, Ərdəbil, Zəncan, Qəzvin belə şəhərlərimizdə bizim rəqibimiz səltənət tələb mücahid bizdən çox zəifdir. Yəni biz aparıcı qüvvəyik. Amma mərkəzə yetişəndə, Tehrana yetişəndə biraz durum fərqli olur. Tehranda, mərkəzdə bizim rəqiblərimiz, siyasi rəqiblərimiz qat-qat bizdən güclüdürlər. Və bu güclü olduqları üçün və mediaları güclü olduğu üçün, lobistlikləri güclü olduğu üçün bu dəlalət və bunların həqqaniyyəti eləmir. Biz haqlıyıq. Biz haqlı olduğumuz üçün bunların içində parçalama vardı Fars opposisyonun içində. Bu parçalamanı kullanmalıyıq. Yəni çox önəmli məsələ işarə elədiniz. Əlbəttə mən bilmirəm Babaş bəyin nə qədər vaxtı var. Çünki mən istəyirəm biraz da vaxt alam. Bilmirəm. Çox önəmli məsələ işarə elədiniz. Farsların özlərinin içində opposisyonları var, mücahid xərqləri var, bilmirəm, şahçıları var və bunların özləri bölünüb. Necə ki bunlar bölünmələrdən biz faydalanmalıyıq. Biz bunların hamısını bir kəsə eləyib ki, biz bunlarla aynı Cumhurbaşqanlığı kimi eşit bir fasiləyiz. Bu siyasi açıdan düz deyil. Cumhurbaşqanlığı bugün bizim aparıcı düşməndir. Düşmən kateqoriyasında biləsən yanaşmalıyıq. Bu bizlər şahçılar geçmişdə düşmənimiz, indi isə də üçün geçmişdən tövbə etməyiblər ideoloji baxımından. Gənə də düşmən sayılırlar bizə. Xalqı mücahid necə bizim düşmənimiz olar? Bu bizim qanımızı töküb, ideoloji baxımdan bizə həmlə eləyib, siyasi baxımdan bizə həmlə eləyib. O farslığın qabağa aparmaqdadır. Və bizim siyasi rəqibimizdir. Siyasi rəqibinə siyasi davranırlar. Amma düşmənlə düşmən davranırlar. Onun üçün aynı kateqoriyada bunları yerləşdirmək düz deyil. Kütlər də o cürdür. Kütlər bizim düşmənimizdir, siyasi rəqibimizdir. Ərəb də o cürdür. Yəni hər siyasi qüvvəyə öz kateqoriyasında yanaşmasaq, onda tək qallıq.
Kürt məsələsini necə baxırsınız? Kürtlər bizlə siyasi rəqibdirlər ya düşmən kimi? Məncə Demokrat Partiyası keçmişdə ciddi bir tüvə hərəkatı eləyibdi, düşmənçilik eləyib bizlə. Əgər o səhvin elanı etsə, bizə siyasi rəqib olar. PJAK bizə siyasi rəqib də düşməndir. Və biz ondan, çünki o açıq terror məsələsi ilə PKK-ya bağlıdır. İndi orada bir dəyişikliklər olur. O dəyişikliklər olmayınca o bizim rəqibi siyasımız da, o bizim düşmənimiz sayılır. Amma Komil o cür deyil. Komil bizim siyasi rəqibimizdir. Gözü bizim toprağımızda deyil, amma ki, küçülüğü vardı. Xoşu gəlir o küçülük baxımı ilə bağlı demokrata peşə yoxunlaşsın. Yəni biz rəqiblərimizi düz analiz etməliyik və öz içimizdə düşməni zəiflədib bizə yoxunlaşana bir addım qabağa atmaq, bizdən uzaqlığa münfərid etmək siyasətini qabağa aparmalıyıq. Bir dəqiqə mən bağışlayayım burada. Mən də müxalifəm, düzünü axtarsınız Mahmud bəyin bu baxışlarına. Mənim nəzərimə biz Kürt-Fars opozisyonu bizə rəqib deyirlər, bunlar düşməndilər. Büyünə kimi də bunların arxasında duran qüvvələr, bunda neçə sübutlar vardı. Sübutlar, baxın, bunlar hətta birinci bu kəsdən Azərbaycan məsələsində, xüsusən Qərb Azərbaycanda bunların mövqeləri bəllidir. Heç bir istisnasız hamısı haradakı fürsət tapıblar, fürsət tapdıqları zaman istər Cumhurbaşqanı yaşıl çıraq versin, istər İsrail, istər Batı, bunlar zəhərlərini orada töküblər. İstər propaganda açsınlar, istər fürsət tapanda əməli şəkildə bunu göstəriblər və heç bir yerdə də bir danışıqlarda, müzakirələrdə, hansısa platformlarda filanda da bu iddialarla bir addım geri atmayıblar. Mən buna rəqib demərəm. Bu düşməndir. Niyə düşməndir? Bu sabahları əgər büyündən bilquvvədir, sabahların bilfeil olar. Bu sabahlarım hakimiyyətə gəlsə, Cumhurbaşqanı yerinə. Çünki support beynəlmiləldən bərxurdardır, Qərbidə, qlobal güclər arxasındadır. O bizi biçər, keçər o tərəfə. Yaxşı, əlinə güc keçsə. Və biz bu nəbərdə onlarla qarşıdurmada nabərabərik. Niyə? Onların qarantı şəkildə Avropa və Amerika və İsraildən bunların dəstəkləri var. Necə ki, o Suriyədə 3 kuruş dəyirdilər, 7% dəyirdilər, gəldi 1/3 toprağını ələ keçirdilər. Nəyin hesabına gəldilər məsələn? Çox güclüydülər. Bəllidir ki, Amerikanın logistik dəstəyi, istər də Əraqda Kərkük məsələsində. Bunlar oyun oynayacaq deyil, inşallah, maşallah, nəzanə. Mənim şəxsən şeyim yoxdur bu tür şeylərə. Ondan sonra bizim kimimiz var? Qeyrətlə, namusla, zatla, qardaş, bunlarla topraklara aldı olmur. Biz hələ bu günlərim Azərbaycanla Türkiyənin mövqeyini bu məsələdə bilmirik. Hə, təqiyyə eləyirlər, sabah şey olacaq. Bunlar hamısı nisyə söhbətdir. Demişəm, deyirəm, yenə də gələcəkdə deyərəm. Vaxtı biz adi bir dənə rəsanəyi dəstək ala bilmirik. Nəyin üstündə gəlib hesab açacaqsan? Rahatdır da, gələn burada şu an. Cumhurbaşqanı bizim düşmənimizdir, bəli, çox da gözəl, hamıda çəpik çalacaqdır. Yox, durub biraz da belə desən, deyəcəklər, ay, Cumhurbaşqanı işləyir, deyil, mən Cumhurbaşqanı işləyirəm. Bağışlayın, əsən umurumda deyir. Çünki burada məsələ başqa yöndədir. Büyük Cumhurbaşqanı vəziyyəti zəifidədir. Vaxtı mənim rəqibi pozisyon ki, Mahmud bəy buyurur şeydə, bu vəziyyətdə ki, hələ iqtidarı əldə etməyibdir, hazırda avantaj verər, sabahların mərkəzi hökumət çökdü və bir daha dəstəklə gəldi, ora keçirdi əlinə və o mövcud silahlı qüvvə ilə filan gücdə geçdi əlinə və mənim də hələ bölgəsəl dəstəyim, hələ küresəl heç, bölgəsəl dəstəyimləri qarantı dəyəri, nəcürsünə mən gələcəm ondan o minimal dəstəklərimi əldə edəcəm. Hələ istiqlalzat demirəm mən söhbəti. Elə milli hökumət və hələ mən kəfi mütalibatdan söhbət edeyim, federalizm deyim. Yox deyirlər, iç savaş düşə bilər. İç savaşda da eyni məsələlər mətrəhdir. Mən çox istəmirəm məsələlərin üstünü açam. Çünki vaqiyyəti yaxşılığı da yoxdur burada açıq danışırlar. Bunlar biraz, biz adət eləmişik hər şeyə gəri üzdə danışırıq. Bunlar arxada danışılmalıdır. Biz
nüqat-ı zəf qüvvətimizdən dəqiq, real politics üzrə bir şeyimiz olmalıdır və ona görə dəyərləndirmə yapmalı və addım atmalıyıq. Əgər Yəni, qərar Babaş bəy, bunadır ki, Cümhur İslamdan intiqam alaq, məsələn, mənim özümün həm şəxsi açıdan daha çox ona qarşı nifrətim də vardı, açıqda deyirəm, yaxşı. Amma vaxtı millət konusu gəlirsə, çıxışa mən Babaş Bəxtəvərdən çıxmalıyam, o millət olmalıyam da. Gərək ki, orada o boyda düşünmək lazımdır ki, şey olsun. Cümhur İslamı zəif durumundadır. Əgər bizdə bəli o dəstək olsaydı ki, məsələn, qərb açısından, rəsaniyə açısından, təşkilat açısından biz kuşkusuz deyərdim ki, həmən əmələ keçmək lazımdır və şey eləmək lazımdır. Və bütün beləsinədir, mən demirəm ki, xətmən Cümhur İslamı ilə müxalifətimizdə ibraz edək, ona qarşı da gedək, amma öz xatlarımızı doğru oynayaq. Bu cür yoxdur ki, hətmən and içaq ki, Cümhur İslamı çalışıb ondan da hüquqlarımızı qoparda bilsək müəyyən dərəcədə, ona da yox deməməliyik. Mən o istəyəm deyəm. Qarşı gedək, opozisyon rolumuzu oynayaq. Bu yanda da çalışaq bu düşmən olanlarımızı rəqibə çevirək. Onlarla bir dənə diskursa keçək. Anlaşaq ki, nəyin üstündə anlaşa bilirik. Ondan sonra bəli, onlara siyasi rəqib. Ondan dişbirliyinə keçmək olar. Və bugünkü şəraitdə bu opozisyon mən onların doğrusu elə Cümhur İslamı görürəm. Çox gözəl. Bir dəqiqə fəqət mən bir şey deyim. Babaş bəyin dediklərinin son sözü çox cəlib sözüydü. Dedi ki, bu düşmənlərimiz əgər bizlə diyaloqa geçsə, bizim istəklərimizlə, bizlə müəyyən bir təvaffuqla əldə alsaq, onlarla siyasi rəqib. Yəni, bəs, amma biz Cümhur İslamı ilə belə bir şey eləyə bilirik. Mən fikirləmirəm. Yəni, Cümhur İslamı milli hərəkətimizdən yanaşı bizə siyasi düşmənliklə gəlirlər rəqib. Amma xalq mücahid ilə, o birisi ilə, bu birisi ilə eləmək olar, bəs Babaş bəy demişkən, müəyyən bir ortaq nöqtələri varsaq, o siyasi rəqibliyə yetişək. Yəni, bu elə ortaq nöqtəmiz ola bilər. Mən belə soruşum, Babaş bəy, üçün önəmli məsələlə izah elədiniz. Bilmirəm, indi dediniz, kartlarımızı doğru oynasaq. Yəni, hansı kartlarımızı? Bizim özümüz opozisyon olmaq kartımızı deyirsiniz, ya hansı noktaya gücümüzü özümüzə kart eləyib opozisyonla və Cümhur İslamı ilə oynamalıyıq? Bizim daha böyük kartımız var əlimizdə. Bu günləri o paygah ictimai ki, Azərbaycanda yaranırdı. Son 100 ildə o klasik düşüncə ki, həm çəp idi, İslami idi, ya nasionalist farsi idi, onu zaten şey eləyibdi, nakoyet eləyibdi. Yəni, vırıq qırağa. İndi bu paygah ictimai əgər yönəlsə opozisyona tərəf, Cümhur İslamı bilir ki, işi bitmiş halə gəlir. Yaxşı, Cümhur İslamı da boşda gətirməyib ki, pezeşkiyanı qoyub ora. Bu pezeşkiyan nəticə həmən o paygah ictimaidir ki, Azərbaycanda vardı. Ki, milli hərəkət onu gətiribdi ortaya. Yaxşı, bu sənin əlində olan kartındır. İndi sən bunu görsədirsən opozisyona, deyirsən, mən bu kartı istəyirsən, səndən də oynarım. Səndən oynarım. Sən nə haqq tanıyırsan mənim üçün Azərbaycanda? Mahmud bəy də bunu dedi. Mən deyəm, Cümhur İslamı ilə də oynaya bilərsən. Mən niyə gəlim opozisyon üçün? Fərqlidir, bəy. Yo. Cümhur İslamı 46 ildir, Babaş bəy, 46 ildir hökumətdə qanunların yazıb 19-cu, 15-ci maddəsi millətimizin dağıtmasından, qan qusturmasından başqa bir şey əldə etməyib. Bu hakimiyyət gətirib bizə federal verməz, muxtariyyət verməz. Bu hakimiyyət zaten dağılmaqdadır, getməkdədir. Amma yeni bir güc gəlməkdədir. Orada özümüz axtarmalıyıq ki, mənfəətlərimiz hansıdır? Mənfəətlərimiz yolunda ortaq nöqtələr ilə siz demişkən o kartımızı düzgün kullanıb və eləyə bilək millətimizin mənfəətinə müəyyən nəticələr əldə edir. Mən düşünürəm ki, mən misal çəkəcəm. Mən İranın gələcəyini mikro Sovet görürəm, şurəvi. Yaxşı. Sovet dağılanda
gəlib eşikdən məsələn tezarın, o birisi bu birisinin şeyi götürüb, yaxud məsələn erməni ilə birləşib gedib onu yıxmadılar orada. Və orada gələn, iş üstə gələn qüvvədə bir çoxları elə keçmiş sabiq kadrlar idilər ki, həman orada, o sistemdə olmuşdular. İndi ya məcburiyyətdən, ya hər nədən də və hər hal o şeydə sistemin içindən gəldilər və o keçmiş respublikaları işə ələ keçirdilər. Yaxşı. Bu günlərim bizim Güney Azərbaycanın durumu çox o vəziyyətə oxşayır. Xaricdə bunun yetkin təşkilatı yoxdur, filanı yoxdur. O birisilər kimi ki, onları danışdıq şeylə bilmirəm. Bunun əsas hegemon qüvvəsi, bürokrasisi, bürokratları, diplomatları, təcrübəli kadrları ki, yöneticilik qabiliyyətləri var, hamısı içəridədirlər. Yaxşı, bu gün də bunlar əgər sistemin içindədirlər, fəaliyyət göstərirlər, bilirik də bunların hamısı da aşıq deyirlər ki, o sistemə şeydə. Yaxşı, mümkündür bunların içində bir çox dərəcədə də insanlar var ki, ona da qarşıdır, amma onun içində fəaliyyət göstərirlər. Gələcəkdə o qüvvələr Azərbaycanın o milli etnik statusu, dövlətçilik statusunun qazanmasında böyük rol oynayacaqlar. Odur ki, bizə bu günlərin lazımı budur ki, nə qədər başarırıqsa bu xələy siyasi ki, Mahmud bəy də ondan söhbət elədilər, onun yerini doldurmaq üçün, çünki dəstəkçimiz yoxdur xaricdə. Bir dənə dövlət ki, gələ dura arxasında, kütlər kimi gətirə Soazda, orada, burada, universitetlərində böyük kadrlar becərdə gətirə media dəstəyi ilə məsələn misal çəkirəm, Nəsr Studən ki, onlar edirlər, ya məsələn başqalarının ilə bizim də məsələn adamlarımızın yürüyüşü Mehrəli bəylə olsun, Abbas Sansi, başqaları hər kəs də ki, fəaliyyət göstərir və bu günlərin nə qədər insanımız zindandadır, adların çəkməklə bitməz, elə əzimi qədimi olsun və başqaları, ya vəkillərimiz, bunları gətirə, vəkil də vardı üstlərində bizim zindanların içində. Gətirə o səviyyə çatdırır, yoxdur. Ona görə də mən düşünürəm ki, biz orada içəridəki qüvvəmizə daha çox yönəlməliyik bu zəfi cover eləmək üçün, puşeş vermək üçün. Bu kadrla ki, eşikdə vardı, mən biraz o məsələləri bunlarla şeydən biraz praktikal görmürəm. Bitirdim sizə. Mahmud bəy, siz necə Sayın Babaş bəyin sözlərinə bir münasibətiniz var ya yox? Babaş bəyin son danışığı, mən deyirəm, son danışıqlar daha çox etkili. Son danışığı bu ki, eşikdə etkili insanımız yox, içəridə var. Hərəkəti bölmək, məsələyə belə yanaşmaq, ağqara etmək məncə düzgün deyil. Bizim eşikdə də çox güclü kadrlarımız var. 10 qət ondan çox da kəmi baxımından və keyfi baxımından içəridə də varımızdır. Milli hərəkət içəri eşiyə bölünmüş deyil. Keçmişdə əgər belə bir vəziyyət var idi, o internet vəziyyəti yaranandan bu yana. İndi mən burada telefonla çox rahatlıqla istədiyim adamla İranın lap dalqalmış yerindən danışıb fikir alver eləyə bilirəm. O eşikdəki istədiyi adamla danışa bilir. Məsələ o qədər yoxunlaşıb ki, daha burada içəri eşik müqəddəs etmək məsələsi deyil. Burada əsas məsələ budur ki, məsələnin böyük zəfimiz, o kart varımız da əlimizdə. O kart nədir? Millətimiz. O kartın mənfəətlərin düzgün səviyyədə oynamaq üçün böyük boşluq varımızdır nisbət o birisi millətlərə görə. O da budur ki, Fars milləti siyasi millətdir. Fars millətinin gündəlik məsələləri international televizyonda, BBC-də, Amerika səhəsində, orada, burada siyasət və xiyavana həmən tökülməkdir. Və artıq rejimə ölüm olsun deməkdir. Bizim içimizdə bu boşluq var. Bizdə hələ ölüm olsun, Xameneyə demək çox ağır bir məsələdir. Niyə? Xatir ki, bizdə bəzi qoşan fikirlər varımızdır. Hələ hakimiyyəti özündən bilir. Hələ fikri ki, hakimiyyət buna eləyə bilər, bəzi nəticələr gətirə bilər, bəzi işlər ola bilər. Ona görə nəzr eləyim, bundan bir şeylə qopardım. Və çünki belə bir baxış vardı. Ona görə millət başsız qalmaqlığa daha məhkum olur. Halbuki biz gərək çalışaq ki, millətə asıq deyək ki, millət, 46 ildir bu hakimiyyət sənə qan qusturub, səni bu cür kasıb edib, bədbəxt edib, uşaqların didərgin düşür, xariclərə gedir. Sən o qədər ki, Fars milləti əzib, 2 onca səni əzib. Əgər Fars milləti bir siyasiləşib, küt siyasiləşib, sən ondan daha çox siyasiləşməlisən. Yəni, bizim indi tamam gücümüz bu olmalıdır ki, nəzr edək bu boşluğu dolduraq və o kart ki, Babaş bəy demişdən əlimizdə vardı, onu düzgün ortaya qoyaq. Bu siyasiləşmə
həm millətimizin düyünlərin hakimiyyətlə bağlaşmalıdır, həm də biz siyasi qüvvələri o cür ayaqlarını çəkməməliyik ki, deyək, ey siyasi partiya, sənin haqqın yoxdur ki, Kürddən gedib danışırsan. Sənin haqqın yoxdur ki, sən Fars təşkilatlarına danışırsan. Onlar düşməndir. Yəni, bu siyasi davranış deyil. Siyasi davranış budur ki, siyasi təşkilatlar millətin mənfəəti üçün digər millətlərin qüvvələrini araşdır. Bax ki, hansından bir addım sənə yoxun, bir işıq vardır, ona yoxunlaş. Yəni, məsələyə məcburuq. Yəni, indi siyasi yanaşmasaq məsələyə, hissi yanaşsaq və yenə də etniki və çox elə o milli zaviyyə ilə məsələyə yanaşsaq, ola bilər ki, bu dəfə də siyasi baxımdan başarılı olmayaq. Və böyük güclər, o şey ki, əldə görürlər var nədir? Deyir, hə, əldə xalqı mücahid var, nə bilim, şahsı var, o birisi olursa ki, nə qədər adam çıxardıq yılını. Deyir, siz nə qədər çıxarda bilirsiniz eşiyə? Deyirsən, hə, mənimki var, amma dil ilə bağlı. Deyir, bəs hələ pişməyibsən də. Bəs hələ çıxa bilmirsən ki, öz müqəddəratını təyin etməyi dövlət qurmağa səndə hələ hazırlıq yox. Hələ sən bəs piş. Sən hələ bir dövrədə qal, opozisyon ol, bu birisilərə, bunlar bu dövrədə hakimiyyəti geçsinlər, yəni durum belə olar. Halbuki eləyə bildik özümüzü bu pis durumdan çıxardaq. Fəqət bir yaxın özümüzü silkələmək lazım və özümüzə güvənmək lazım. Adam özünə güvənsə, milli hərəkatda bir güvən yarada bilsə, o güvən, onda bu olar ki, mən hakimiyyətə opozisiyonam, mən opozisyon olduğum üçün dövlət qurmaq istəyirəm və üçün dövlət quracağam, milli yanaşıram məsələyə, milli mənfəətinə yanaşıram və burada da ki, axtarıram, görürəm ki, kim mənim dostum, kim mənim rəqibim, kim mənim düşmənim, eyni düşüncəni məntəqə ilə qabağa aparıram, eyni düşüncəni uluslar arası güclərlə qabağa aparıram və beləliklə də ki, hərəkəti bir addım irəliləməyə də imkan yaradır. Bəli, təşəkkür edirəm dəyərli Mahmud bəy və dəyərli Babaş bəy. Bilmirəm, Babaş bəy,